Torbaarı damarlanma görürsünüz ki yarpaq ayasında damarlar tor şəklində yayılmışdır. Bunlara aiddir çinar, üzüm, palıd bu bitkilərdə deməli torbaarı damarlanma müşahidə olunur. Bu halda damarlar yarpaq ayasında tor şəklində yayılmış olurlar. Bu da oldu damarlanma növləri. Deməli, yarpağın damarları ona möhkəmlik verdi, maddələrin daşınmasında iştirak elədi. İki növ damarlanma haqqında danışdıq. Paralel damarlanma, torvari damarlanma. Adlarından göründüyü kimi paralel damarlanmada bütün damarlar bir-birinə paralel şəkildə yerləşir. Torvari damarlanmada isə yarpaq boyunca, yarpaq ayası boyunca damarlar tor şəklində yayılır, maddələrin daşınmasında həmçinin də onun dayağını verir, yəni möhkəmlik verir ona. Bu oldu damarlanma. İndi gəldik yarpağın növlərinə, yəni saplaq üzərindəki yarpaq ayasının sayından asılı olaraq yarpaq növləri var. Saplaq üzərində müxtəlif sayda yarpaq ayası ola bilər. Əgər saplaq üzərində bir yarpaq ayası varsa, belə yarpaqlar adlanacaq sadə yarpaqlar. Yəni bir dənə yarpaqdır, üzərində bir dənə ayadır. Bu olur sadə yarpaq. İndi bu şəkil çox vaxt uşaqları çaşdırır ağcaqayının yarpağı. Yenə baxın uşaqlar, bir saplaq üzərində bir dənə ayadır. Sadəcə bunun kənarları müxtəlif formadadır. Yəni yenə də bir dənədir aya. Yəni burada bir neçə aya yoxdur. Fikir verirsiniz. Yəni əgər bunlar bura qədər bölünmüş formada olsaydı bir neçə dənə aya olardı. Amma görürsünüz burası bütöv bir ayadır. Sadəcə kənarları, qıraqları deməli dilimlənmiş formadadır. Ona görə də belə yarpaqlara deyirik sadə yarpaqlar. Hansı yarpaqlar? Əgər bir saplaq üzərində bir aya varsa, bunlar sadə yarpaqlardır. Bitkilər əzbərləməliyikmi? Bəli. Hansı bitkilərdir? Cökə, toz ağacı, ağcaqayın, inci çiçəyi. Bu bitkilərdə yarpaqlar sadədir. Yəni bir saplaq üzərində bir aya vardır. Gəldik mürəkkəb yarpaqlara. Mürəkkəb yarpaqlarda isə bir saplaq üzərində bir neçə yarpaq ayası olarsa, belə yarpaqlar mürəkkəb yarpaq adlanır. Məsələn, uşaqlar, bu yarpaq bir dənə yarpaqdır. Bir dənə yarpaq. Amma neçə dənə saplağı var? Baxın, bunlar onun, saplaq deyirəm, neçə dənə ayası var? Bunlar onun ayalarıdır. Baxın, bunlar ayadır. Amma bu ortada gedən xət var, bu saplaqdır. Bir dənə saplaq var. Üzərində bir neçə dənə yarpaq ayası var. Noxuddur, akasiyadır, at şapalıdıdır, çiyələkdir. Bunlar mürəkkəb yarpağa aiddirlər. Məsələn, çiyələyin yarpağına fikir verin. Bir saplaq üzərində neçə dənə aya var? 1, 2, 3 dənə. At şabalıda 1, 2, 3, 4, 5 dənə. Noxudda məsələn 1, 2, 3, 4, 5, 6. Görürsünüz, bir neçə yarpaq ayası var. Və yadınızda saxlayın ki, bu zoğ deyil, bu yarpağın saplağının özüdür və onun üzərində də yarpaq ayası yerləşir. Deməli, yarpaq ayasının sayına görə bir dənə saplaq üzərində yerləşmiş yarpaq ayasının sayına görə biz yarpaqları iki yerə böldük. Sadə yarpaqlar, mürəkkəb yarpaqlar. Əgər bir saplaq üzərində bir dənə yarpaq ayası varsa, deməli belə yarpaqlar sadə. Bir saplaq üzərində bir neçə yarpaq ayası varsa, deməli bu yarpaqlar mürəkkəb yarpaqlardır. Sadə yarpaqlara cökə, toz ağacı, ağcaqayın, inci çiçəyi bitkilərində rast gəlinir. Mürəkkəb yarpaqlarsa akasiya, noxud, at şabalıdı və çiyələkdə rast gəlinir. Bu da oldu deməli yarpaq növləri və onlara aid olan bitkilər. İndi gəldik yarpağın düzülüşünə, gövdə üzərində düzülüşünə. Gövdə üzərində yarpaqlar üç cür düzülürlər. Növbə ilə qarşı-qarşıya topalı. Növbə ilə deyəndə necədir? Yəni sıra ilə necə düzülür? Əgər bir yarpaq zoğa sağ tərəfdən birləşibsə, onun altındakı yarpaq da sol tərəfdən birləşib, belə-belə növbə ilə düzülürlər. Burada mən sizə məsələ həllərini izah eləyəcəm, hansı ki, bu düzülüşə aid məsələ həlləri ilə qarşılaşa biləcəksiniz. Siz burada həm bitkinin düzülüşə aid olan bitkinin adını, yəni növünü, həm də bu bitkinin düzülüşündə buğum arası hesablamağın yolunu biləcəksiniz. Növbəli düzülüşdə baxın, buğum nə idi? Yadımıza salaq. Buğum o idi ki, əgər deməli, yarpağın, saplağının gövdəyə birləşdiyi yer nə adlanırdı? Buğum. Saplağın gövdəyə birləşdiyi yer, saplağın gövdəyə birləşdiyi yer. Baxın, yenə gövdəyə yarpağın birləşdiyi yer nə oldu? Buğum. Gəlin görək burada neçə dənə yarpaq var? 1, 2, 3, 4,
5 dənə yarpaq var. Neçə dənə buğum var? Elə nə qədər növbəli düzülüb, buğum qədər də elə yarpaq var. Onda biz növbəli düzülüşdə nə deyə bilərik? Buğumun sayı yarpağın sayına bərabər olacaq. Yəni növbəli düzülüşdə nə qədər buğum varsa, o qədər də yarpaq var. Buğum arasını necə tapırdıq? Buğum arasını tapmaq üçün buğum arası. Necə tapırıq? Buğumun sayından 1 çıxaraq buğum arasını tapırıq. Məsələn, burada 5 dənə buğum varsa, neçə dənə buğum arası var? 1, 2, 3 və 4. 4 dənə buğum arası var. Hardan tapdıq? Buğumların sayından 1 çıxdıq. Gəldik qarşı-qarşıya düzülüş. Növbəli düzülüş hansı bitkilərdə var? Cökə, alma, toz ağacı bitkilərində yarpaqlar növbə ilə düzülüb. Deməli, bizə sual verə bilər ki, cökədə 20 yarpaq varsa neçə buğum var? Gəlin yazaq. Baxın, burada yazacağım. Cökə. 20 yarpaq varsa, biz dedik ki, cökədə necə düzülüşdür? Növbəli düzülüşdür. Növbəli düzülüşdə bir buğuma bir yarpaq birləşir. Onda 20 yarpaq varsa, elə 20 dənə buğum var. Buğum arasını bizdən soruşsa necə hesablayarıq? 20-dən birini çıxarıq, yəni buğumların sayından birini 19. Gəldik qarşı-qarşıya düzülüşdə. Baxın, bir buğuma 2 dənə yarpaq birləşib, yəni bir-birinin qarşısında 2 dənə yarpaq var. Eyni zamanda, baxın, burada da yenə bir buğum var, 2 dənə yarpaq var. Bir buğum var, 2 dənə yarpaq var. Burada cəmi neçə dənə yarpaq var? 6 dənə. Neçə dənə buğum var? 3 dənə. Deməli, buğumların sayı yarpaqların sayından neçə dənə az olur? 2 dəfə az olur. Yəni, buğum yarpaq sayından yarpaq sayı az olur. Yəni bir buğuma 2 dənə yarpaq birləşmiş olur. Bir buğuma 2 yarpaq birləşmiş olur. Hansı bitkilərdir? Yasəmən, gicitkən. İndi cökə üçün verdiyim bu məsələni yasəmən üçün deyək. Yasəməndə əgər 20 dənə yarpaq varsa, neçə buğum və neçə buğum arası var? Biz nə dedik? Dedik ki, buğumların sayı yarpaqların sayından 2 dəfə az olur. Yəni, əgər bir buğuma, tənasüb kimi də həll edə bilərsiniz. Bir buğuma 2 yarpaq birləşirsə, bəs neçə dənə buğuma 20 dənə yarpaq birləşər? Tapacağıq buradan 10 dənə buğum. İndi neçə dənə buğum arası var? Uşaqlar, həmişə buğumu tapıb sonra buğum arasını tapacaqsınız. Qarşı-qarşıya düzülüşdə, topalı düzülüşdə siz yarpaq sayına görə buğum arasını tapa bilməzsiniz. Mütləq əvvəlcə buğumu tapın, sonra buğum arasını. Buğum arası necə tapırdıq? Buğumdan 1 çıxmaqla. Yəni, 10-dan 1-i çıxacaqsınız. 9 dənə də nə qalacaq? Buğum arası qalacaq. Hansı bitkilər? Yasəmən, gicitkən. Bəs bu dərsliyimizdə verilənə əsasən neçə buğum var? 3 dənə buğum. Neçə dənə buğum arası var? 1, bu da ikinci buğum arası. Həqiqətən də 3 dənə buğum varsa 2 dəfə çox, yəni 6 dənə yarpaq var burada, elədir? Bəli, qaydamız deməli özünü doğruldur. Gəldik topalı düzülüşə. Topalı düzülüşdə bir buğuma 3 və daha artıq yarpaq birləşir. Niyə 3 və daha artıq deyirik? 2 dənə desək qarşı-qarşıya düzülüş olar. Ona görə də deyirik ki, 3 və daha artıq yarpaq ayası birləşir, daha doğrusu saplağı birləşir. Hansı bitkilərdir? Qarğa gözüdür, oleandırdır, qatır quyruğudur. Bu bitkiləri verəndə mütləq bizə mötərizədə neçə yarpaq saplağı birləşir onu verəcək. Və yaxud da desə ki, minimum yarpaq, deməli, minimum 3 yarpaq birləşmiş olacaq bir buğuma. Bu da oldu, deməli, yarpaq düzülüşü. Dərsimizdə yarpağa aid əsas olan məqamlar bunlar idi. Yarpaq düzülüşü, yarpaq daha sonra damarlanması, yarpaq növləri, qaydasının forması, bunlara diqqət eləyirsiniz. Burada da yarpağın şəkil dəyişmələri də var. Məsələn, yarpaq şəklini dəyişib bığcığa çevrilə bilər, tikana çevrilə bilər. Bığcıq, necə ki gövdədə demişdik, işığa çıxarmaq üçündür yarpağı, burada da elə. Daha sonra nəyə çevrilə bilər yarpaq? Ehtiyat su toplama orqanına. Məsələn, baxırıq burada südləyən bitkisi. Südləyən bitkisinin yarpaqlarına baxın, elə bil ətli formadadır, ətləşmişdir. Niyə ətləşmişdir? Çünki onun içərisində ehtiyat halda su var. Deməli, südləyən bitkisinin yarpağı şəklini dəyişib nəyə çevrilib? Ehtiyat
su toplamağa çevrilib. Ondan sonra gəldik lərgəyə. Lərgədə nə baş verib? Lərgədə bığcıqlar əmələ gəlib. Baxın, yarpağın uc hissəsində, bax gövdədə, məsələn bu budaq olsaydı, budağın uc hissəsi belə qıvrılmış bığcığa çevrilsəydi, onda gövdə şəkil dəyişməsi deyərdik. Amma fikir verin, yarpağın saplağı, ayası buradan bir hissə qıvrılmış şəkildədir. Deməli, bu yarpaq bığcığıdır. Bığcığa da niyə çevrilir uşaqlar? Bığcığın funksiyası odur ki, yarpağı işığa çıxartsın, fotosintez eləyə bilsin. Çünki bunlarda mexaniki toxuma zəif inkişaf elədiyinə görə özləri birbaşa deməli özlərini işığa çıxara bilmirlər. Gəldik kaktusa. Kaktusu keçən dərs gövdə şəkil dəyişməsində də adını çəkmişdik. Nə demişdik? Demişdik ki, ətləşmiş gövdə var, içərisində ehtiyat su toplanır. Burada yarpaq şəkli dəyişməsində nə deyəcəyik kaktusda? Kaktus yarpağı şəklini dəyişib iynəyə çevrilmişdir, tikana çevrilmişdir. Deməli, kaktusda tikanlar vardır. İynə yazmayaq, qoy tikan yazaq. Aha. Tikana çevrilmiştir. Kaktusda yarpaq şəklini dəyişib tikana çevrilmişdir. Eyni zamanda kaktusdan başqa zirinc bitkisinə baxın. Görürsünüz bu tikanları. Əslində burada yarpaq olmalıydı, amma yarpaq yerinə tikan əmələ gəlib. Deməli bunlarda da yarpaq şəklini dəyişib tikana çevrilib. Gəldik aqavaya. Aqavada nə baş verir? Aqavada deməli ehtiyat olaraq bunlarda da su toplayan orqana çevrilmişdir yarpaqları. Aqavada ehtiyat su. Noxudda yarpaqları uc hissəsinə fikir verin, bığcığa çevrilib. Və ona görə də burada da yarpağın şəkil dəyişməsi nədir? Bığcıqdır. Bu da oldu, deməli, ikinci bölmənin dördüncü mövzusu olan yarpaq şəkil dəyişmələri, yarpağın növləri, yarpağın quruluşu, yarpağın düzülüşü, yarpağın damarlanması, bütün bunları izah elədim. Suallarınız olarsa soruşa bilərsiniz. Sağ olun, gələn dərslərimizdə görüşərik.